Salam əziz həmvətənlərimiz, bir daha gözəl mənzərəli Şəhidlər bulağından hər bir kəsə salamlar. Kəmki dağının ətəyində yerləşən Dəstəkənd Şəhidlər bulağı. Baxın, Şəhidlər bulağının salanda məktəbə qədər uşaqlarımızı da yaddan çıxartmamışıq. Gözəl bir balaca əyləncə yeri salınıb uşaqlar üçün və məktəbli uşaqlar üçün də gözəl istirahət yeri salınıb. Buyurun, gəlin, istirahət eləyin. Həmişə demişik, yalnız və yalnız sahəni təmiz saxlamaq məqsədi ilə gözəl bir parkımız var. Hər cür şəraiti var. Olsun məktəbə qədər, məktəbli uşaqlar, kənd cəmaatının üçün, əsgərlikdən gələn cavanlarımız üçün gözəl şəraiti var. Buyurun, gəlin. Şəhidlər bulağının yanında dövlətin böyük bir dəstəyi ilə gözəl bir meydan salınmış. Qonşu kəndin zavanları ilə kəndimizin zavanları arasında tez-tez oyunlar keçirilir. Şəhidlərimizin anim günlərində, şəhidlərimizin mövlud günlərində şəhidlərimizə həsr edilmiş futbol oyunları da keçirilir. Allah idmançılarımızı var eləsin, uğurları bol olsun. Bu gözəl stadionun yanında gözəl bir idman kompleksi salınıb. Gənclərimiz elə bu idman kompleksindən də səmərəli istifadə edirlər. Yəni bu görülən işlərdə əməyi olan insanlara həmişə təşəkkür eləmişik. Şəhidlər bağında çoxlu saylı meyvə ağacları var. Sizə deyim ki, Şəhidlər bağında palma ağacı, banan ağacları, zeytun ağacları, çoxlu saylı meyvə ağacları əkidilmişdir. Baxın, bu Şəhidlər bağının sahəsi. Biz nə qədər iş görsək də şəhidlərin qarşısında hər zaman borcluyuq. Hər zaman şəhidlərimiz qəlbimizdə yaşayacaq. Allah bu günü yaşadan şəhidlərimizə həmişə duaçı olmuşuq. Allah rəhmət eləsin deyirik. Baxın sahəyə. Gözəl, mənzərəli bir yerdə Allah əməyi keçən insanlara var olsun deyirik hər zaman. Mənzərəli yerdə istərdim rayonumuza gələn, respublikamıza gələn insanlar elə gəlsinlər, bu Şəhidlər bağını ziyarət eləsinlər. Ünvan hamı üçün məlum, Ordubad rayon Dəstəkənd Şəhidlər bağı. Tez-tez respublikadan, Naxçıvan Respublikasından olsun, Bakıdan gələn qonaqlarımız tez-tez gəlirlər, Şəhidlər bulağını ziyarət edirlər, dəyər qiymət verirlər. Şəhidlər bulağında yaranmış parkdan istifadə edirlər. Yəni, kəndin ən müqəddəs yeri sayılan Şəhidlər bulağında həm kəndçilərimiz tez-tez ehsanlar verilir. Allah qəbul eləsin verilən ehsanları. İnstitutda qultaran gənclərimiz kəndə gələndə, məzunlarımız deyək, kəndə gələndə burada şəkillər çəkdirir, video çəkdirlər, xatirə şəkilləri çəkdirlər və şəhidlərimizi ziyarət edirlər. Allah şəhidlərimizə bir daha qən-qən rəhmət eləsin. Baxın, gözəl mənzərəli yer, gözəl, təmiz, səlqəli saxlayırıq hər zaman. Allah dövlətimizi var eləsin. Gözəl bir zamanda yaşayırıq, yaşatmalı bir zaman. Maşallah, maşallah olsun. Gəlin, həmişəki kimi Şəhidlər bulağın diqqət mərkəzində saxlayaq, gündəmdə saxlayaq, öz köməyimizi, öz dəstəyimizi Şəhidlər bulağından əsirgəmək.
Əməyi olan insanlara var olun deyirik. Allah sizləri qorusun. Nə yaxşı ki varsınız. Maşallah, maşallah olsun. Artıq ağaclar böyüyüb. 4-cü ilə çatır. Şəhidlər bulağı salınıb. Artıq meyvə ağacları bar gətirməyə başlayır. Yəni bu meyvə ağacların elə uşaqlarımızı fikirləşib salmışıq. Hər istənilən insan istədiyi meyvədən istifadə edə bilər, ixtiyarı var. Gəlin, elə bir dəfə deyirəm, həmişə demişəm, şəhidlər bulağını qoruyaq, saxlayaq, təmiz saxlayaq. Hər zaman qonaq da gələ bilər, şəhid ailəsi də gələ bilər. Buna görə üzümüz ağ olsun deyə şəhidlər bağını təmiz saxlayaq. Mən burayla həvəs edirəm, məni həvəs verən, deyək ki, cavan saxlayan, qüvvət verən elə şəhidlər bağıdır. Mən bir vasitəçi kimi olsam da kəndimizin hər bir insanına təşəkkür edirəm. Kəndimizin hər bir insanına təşəkkür edirəm ki, bu işlərdə bizlərə amin dedilər, dəstək oldular. Baxın, gözəl bir 56 yaşım var, vallahi düzü desəm belə əyləncələrdən istifadə eləməmişəm. Biz bunların hamısını uşaqlar üçün yaşatmışıq. Uşaqların sevinci bizim sevincimiz. İnşallah uşaqlar da buranı təmiz saxlayarlar, qoruyarlar. Bura elə bir yerdir. Hər əkilən ağac %100% tutur. 100 ağac əksək 100 də tutur. Müqəddəs yer olduğu üçün inanırıq, hamı da inanır, öz köməyini göstərir. Fəxr eləməyə dəyər ki, belə bir gözəl park salmışıq. Çox xahiş edərdim bizim bu videoları istədiyiniz yerlərdə paylaşıb gündəmə gətirəsiniz. Gözəl yollarımız mərmərdən döşənilib, dörd bir ətraf mərmərdən yığılıb. Allah razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Gəlin bu yaşıllığı qoruyaq, hər yer bir ağac əkər. Şəhidlərin ruhu şad olsun, Ağcasında hamı iştirak eləsin inşallah. Diqqətlə qulaq asdığınız üçün, videoları izlədiyiniz üçün hər birinizə də təşəkkür edirəm.